Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Allahümme ati nufusana taqvaha ve zekkiha ente hayrun men zekkaha ente veliyyuha ve mevlaha. Babu ma cafi zebhi li gayrillah. Allah'tan başkasına qurban kəsməyin hökmü barədə gələnlər babındayıq. Deməli, qeyd etdik ki, müəllifin bu babı gətirməsindəki məqsədi şirkin növlərindən biri və bunun hökmünün bəyanını bildirməkdir. O da Allah'tan başqasına qurban kəsmək. Və bunun bəyan edilməsi üçün müəllif bu fəslə aid 4 dəlil qeyd edir. İkisi ayə, ikisi də hədis. Birinci dəlil Ənam surəsindəki ayələrdir. 162-163-cü ayələr. Allah subhanahu teala buyurur ki: "Qul inna salati və nusuki və mahyaya və mamati lillahi rabbil alamin, la şərikə lə və bizalika umirtu və ana awwalul muslimin." Allah teala buyurur de, mənim namazım da, kəsdiyim qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. Onun heç bir şəriki yoxdur və mən bununla əmr olundum. Və bu ayənin fəsli dəlalət yönü nusuki kəlməsi ilə lillahi rabbil aləmin kəlməsindədir. Yəni, aləmlərin Rəbbi olan Allah üçün. Nusuki, yəni kəsdiyim qurban. Kəsdiyim qurban. Və nusuki kəlməsinin kəsilən heyvana, kəsilən qurbana deyilməsi bu daha doğrudur. Çünki nusuk ümumilikdə ibadətə də deyilir, nusuk kəlməsi. Yəni, ümumən hər hansı bir ibadət. Burada isə məqsəd nusuk kəlməsindən kəsilən heyvandır. Və bu İbn Abbas, Səid İbn Cübeyr, Dahhaq, Qatada və digər elm əhlinin rəyidir. Bu rəyin doğruluğunu təsdiq edən də Bəqərə surəsindəki ayədir. Allah subhanahu teala buyurur: "Fəmən kənə minkum məridan əv alə səfərin əv bihi əzəm min rəsihi fəfidyətun min siyamin əv sadaqatin əv nusuk." Allah teala buyurur ki, sizlərdən kim xəstə olsa və yaxud da onun başında, yəni xəstəlik, əza olsa, saçında və s. o zaman fidyə etsin. Nədən etsin fidyəni? Oruç tutmaq, sədəqə vermək və yaxud nusuk. Nusukun da burada nə olmasını Allah Resulü sallallahu əleyhi və səlləm təfsirdə qurban, yəni qoyun kəsmək kimi izah edib və bununla da bəyan olur ki, nusuk kəlməsi kəsilən heyvana deyilir. Deməli, Ənam surəsindəki bu qeyd etdiyimiz ayə dəlildir ki, qurban kəsmək ibadətdir və əgər ibadətdirsə artıq bu Allahın haqqıdır və yalnız Allaha sərf edilməsi, yəni bu ibadətlə yalnız Allaha ibadət, qulluq edilməsi, bu ibadət növü ilə yalnız Allaha qulluq edilməsi vacibdir. Qurban kəsməyin yalnız Allaha sərf edilməsi vacib olan ibadət növlərindən olmasının dəlili də bir neçə yönləndir. Yəni, qurban kəsməyin, Allah üçün qurban kəsmək və yaxud ümumən qurban kəsmək yalnız Allaha sərf edilən ibadət növlərindən olması və Allahdan başqa sərf edilməyin şirk olmasına dəlillər bir neçə yönləndir. Yəni, bu ayədə, Ənam surəsindəki ayələrdən danışırıq. Əvvəla, Allah Taala'nın deməsi ki, lillahi rabbil aləmin. Aləmlərin Rəbbi olan Allah üçündür. Lillah. Buradakı ləm kəlməsi elm əhli deyir ki, lil istihqaq. İstihqaq üçün gətirilmiş bir kəlmədir. Yəni ki, haqq və layiqlik bildirən bir hərfdir bu. Ləm kəlməsi lillahi, yəni Allah üçün. Bu, haqq və layiqlik bildirən bir hərfdir. Yəni, özü üçün qurban kəsilməsinin haqq və buna yalnız özünün layiq olmasını ifadə edir. Özü üçün qurban kəsilməsinin haqq olmasını və bu əməlin yalnız, yəni və bu əmələ yalnız özünün layiq olmasını bildirən bir nədir? Kəlmədir. Lillahi rabbil aləmin. Aləmlərin Rəbbi olan Allah üçün. Deməli, qurban yalnız Allah üçün kəsilir. Çünki Allah buna layiqdir.
və ibadət də onun haqqıdır. İbadət də onun haqqıdır. Qurban kəsmək də ibadətdir. Qurban kəsmək də ibadətdir. Çünki yalnız Allah üçün olması qeyd edilir. Yalnız Allah üçün olması qeyd edilir. Buna görə də Allahdan qeyrisinə sərf etmək olmaz. İkinci, yəni qurban kəsməyin yalnız Allah üçün sərf edilməsi vacib olan ibadət növlərinin olmasının dəlili Allah Taala'nın bu ayədə, yəni haqqında danışdığımız bu Ənam surəsindəki ayədə Allah Taala qurban kəsməyi namaz qılmaqla bərabər gətirməsidir. Qurban kəsməyi namaz qılmaqla yanaşı gətirməsidir. Yəni yalnız Allah üçün sərf edilməsi vacib olan ibadətə misal verəndə Allah Subhanahu taala yalnız Allah üçün sərf edilməsi vacib olan ibadətə misal verəndə namaz və qurbanı bərabər misal verir Allah Subhanahu taala. Namaz və qurban kəsməyi bərabər qeyd edir. Qul inna salati və nusuki. De, namazım da, kəsdiyim qurbanım da lillahi rabbil aləmin. Aləmlərin Rəbbi olan Allah üçündür. Namaz ən əzəmətli ibadətdir. Və həmçinin namaz bədənlə yerinə yetirilən ibadətdir. Eləcə də qurban kəsmək də nədir? Malla yerinə yetirilən ibadətdir. Allah bunların hər ikisini də bərabər gətirərək qeyd edir ki, namaz Allah üçün edilən ibadət olduğu kimi, qurban kəsmək də Allah üçün yerinə yetirilən ibadətdir. Namaz Allah üçün edilən ibadət olduğu kimi, qurban kəsmək də Allah üçün yerinə yetirilən ibadətdir. Namaz bədənlə yerinə yetirilən ibadət olduğu kimi, qurban kəsmək də malla, yəni mal-mülklə yerinə yetirilən ibadətdir. Yəni Allahın yalnız ona səzdə etməyinlə sənin bədənində haqqı olduğu kimi, eləcə də Allahın yalnız ona qurban kəsməyinlə sənin malında da haqqı var. Necə ki, Allahın sənin bədəninə haqqı var ki, yalnız ona səcdə edəsən namazla, eləcə də Allahın sənə bəxş etdiyi mal-mülkündə də haqqı var ki, yalnız ona qurban kəsəsən. Üçüncüsü, yəni qurban kəsməyin yalnız Allaha sərf edilən ibadət növündən olmasının dəlili bu ayədə Allahın deməsi ki, lə şərikələ. Ənam surəsində. Deməsi ki, lə şərikələ. Yəni onun heç bir şəriki yoxdur. Yəni deməsi ki, deməli kim Allahdan başqasına Allah gətirir. Qul inna salati və nusuki və məhyaya və məmati lillahi rabbil aləmin. Sonra deyir, lə şərikələ. Mənim namazımda, kəsdiyim qurbanımda, həyatımda, ölümdə aləmlərin Rəbbi olan Allah üçündür. Sonra deyir, lə şərikələ. Onun heç bir şəriki yoxdur. Deməli, kim Allahdan başqasına qurban kəssə, özünə Allahla yanaşı bir şərik götürmüşdür. Kim Allahdan başqasına qurban kəssə, Allahla bərabər özünə o qurban kəsdiyini kimə ki kəsib, onu özünə şərik götürüb. Onu Allaha şərik edib. Yəni başqasını ibadət olunma haqqında Allaha şərik edib. Başqasını ibadət olunma haqqında Allaha şərik etmişdi. Allah Subhanahu taala deyir ki, lə şərikələ. Onun şəriki yoxdur. Lə şərikələ onun şəriki yoxdur. Nədə yoxdur şəriki? Şəriki nədə yoxdur Allahın? İbadət olunmağa haqqı olan, yəni biz la ilahe illallah mənasında nə deyirik? Allahdan başqa ibadətə layiq olan məbud yoxdur. Deməli, şəriki yoxdur. Həm zatında, həm varlığında, həm yaratmasında, həm öldürməsində, həm də ibadət olunma haqqında Allah Subhanahu taalanın heç bir şəriki yoxdur. Çünki bu ayələr bu barədədir. İbadət olunma. Qul inna salati, namaz ibadətdir. Mənim namazımda və nusuki, kəsdiyim qurbanımda, sonra deyir ki, sonda lillahi rabbil aləmin, aləmlərin Rəbbi olan Allah üçündür. Lə şərikələ. Onun şəriki yoxdur. Nədə? Ayədə qeyd etdiyi şeylərdə. Namaz qılmaqda, qurban kəsməkdə şəriki yoxdur. Necə olur namaz qılmaqda, qurban kəsməkdə şəriki? Yəni, əgər bu ibadətlər Allahdan başqasına da yönəlsə, şərik götürülür Allaha. Allah da deyir ki,
Lə şərikə ləh. Onun şəriki yoxdur. Yəni bu ibadətləri yerinə yetirdiyin zaman Allaha şərik götürmə. Bu ibadətləri yerinə yetirdiyin zaman Allaha şərik götürmə. Əgər belə etsən, böyük şirkə düşmüş olursan. Əgər belə etsən, böyük bir şirkə düşmüş olursan. Çünki şirkin həqiqəti nədir? Allahın haqqı olan hər hansı bir şeyi Allahdan başqasını yönəltmək. Allahın haqqı olan hər hansı bir şeyi, ibadət olunmaq da Allahın haqqıdır. Allahın haqqı olan hər hansı bir şeyi Allahdan başqasına aid etmək, Allahdan başqasına aid etmək, sərf etmək. Dördüncüsü, qurban kəsməyin yalnız Allaha sərf edilməsi, yalnız Allaha sərf edilməsi ibadət olmasının, vacib olan ibadət növlərinin olmasının dəlili. Allah Taala'nın həmin ayələrdə və bizəlikə umirtu deməsidir. Mən bununla əmr edildim. Mənim namazımda, kəsdiyim qurbanımda, həyatımda, ölümümdə, aləmlərin Rəbbi Allah üçündür. Onun şəriki yoxdur. Sonra deyir ki, və bizəlikə umirtu. Bununla əmr olundum. Yəni ki, namazımı da, kəsdiyim qurbanımı da yalnız Allaha sərf edib, ondan başqasına aid etməməklə əmr olundum. Allahın bir şey əmr etməsi də o şeyin ibadət olmağına dəlalət edir. Allah bir şey əmr edirsə, deməli o şey bu dəlildir ki, Allah Subhanahu Taala bu əməli sevir. Deməli qurban kəsməyi Allah əmr edir, Allah bunu sevir, deməli bu təvhiddir. Yalnız Allaha qurban kəsmək bu təvhiddir. Allahdan başqasına qurban kəsmək isə bu şirkdir, Allaha şərik qoşmaqdır. Və ümumən bu Ənam surəsindəki bu ayələr, yəni ta 161-ci ayədən etibarən baxsanız, təvhidi bəyan edən və muvahhidlə müşrikin halını ayırt edən ayələrdir. Allah Teala buyurur ki: "Qul inneni hadani Rabbi ila sıratin mustaqimin dinan qiyaman millete İbrahim hanife ve ma kana minel müşrikin." Allah Teala deyir ki, Rəbbim məni doğru yola, doğru düzgün dinə, hənif olan İbrahimin dininə hidayət etdi. Sonra deyir ki, وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ. Yəni o müşriklərdən deyildi. Yəni Allaha şərik qoşanlardan deyildi. Necə olur Allaha şərik qoşmaq? Hər hansı bir ibadət növünü Allahdan başqasına sərf etmək. İbadətin istənilən növünü, istər namaz, istər qurban, istər nəzir, hər hansı bir növünü Allahdan başqasına sərf etmək. Deməli, bu müşrikin halıdır. Bu ayədə qeyd edilən. وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ. Deyir ki, müşriklərdən deyildi. Yəni, ibadətlərində muxlis idi, xalis idi. Nə demək xalis? İbadətlərində Allaha şərik qoşmurdu. İbadətlərində Allaha şərik qoşmaq, Allahla bərabər Allahdan başqasına da ibadətini hər hansı birini yönəltmək, bu müşrikin halıdır. Və sonra Allah bu ayələrdən sonra birbaşa muvahhidin halını qeyd edir. Deyir ki, "Qul inna salati və nusuki və mahyaya və mamati lillahi rabbil alamin, la şərikə lə və bizəlikə umirt." Mənim qıldığım namazım da, kəsdiyim qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. Onun şəriki yoxdur və mən bununla əmr olundum. Bu birinci dəlil idi. Bu fəsil altında müəllifin gətirdiyi Ənam surəsindəki 162-163-cü ayələr. İkinci dəlil müəllifin gətirdiyi bu babla bağlı Kevser surəsindəki ayədir. Allah Teala buyurur: "Fasalli li rabbika vanhar." Rəbbin üçün namaz qıl və qurban kəs. Rəbbin üçün namaz qıl və qurban kəs. Və bu ayənin də qurban kəsməyin ibadət olmasına və Allahdan qeyrisinə sərf etməyin şirk olmasına dəlili bir neçə yöndəndir, dəlaləti. Birincisi, qurban kəsməyi Allah Teala bu ayədə namaz qılmaqla bərabər gətirdi. Eyni Ənam surəsindəki kimi. "Qul inna salati və nusuki." Mənim namazımda, qurban kəsməyimdə, Kevser surəsində də "Fasalli li rabbika vanhar." Namaz qıl və qurban kəs. Burada da yenə Allah Teala qurban kəsməyi namaz qılmaqla bərabər gətirir, bərabər qeyd edir. Yəni ki, necə ki namaz Rəbbin üçündür, eləcə də qurban kəsməkdə Allah üçün. Necə ki namazı Allahdan başqasına qılmaq şirk olduğu kimi, Allahdan başqasına səcdə etmək şirk olduğu kimi, eləcə də qurbanı Allahdan başqasına, qəbirlərə, pirlərə, ocaqlara kəsmək. Bu da nədir? Bu da şirkdir. Çünki Rəbbin üçün
olması, yəni Allah Teala deyir ki, fəsalli li rabbikə vanhar. Rəbbin üçün namaz qıl və qurban kəs. Rəbbin üçün olması etibarilə hər ikisini də Allah nədir? Bərabər qeyd edir. Necə ki, namaz Allah üçündür, eləcə də qurban Allah üçün olmalıdır. Və bir şeyin də Allah üçün olması hesab edilməsi üçün həmin şeyin qəti şəkildə Allahdan qeyrisinə olmaması şərtdir. Bir əməlin Allah üçün olması üçün, Allah üçün olmasının sayılması üçün şərtdir ki, Allahdan qeyrisi üçün o əməl olmasın. Əgər Allahdan qeyrisi üçün o əməl olarsa, o zaman Allah üçün hesab edilmir həmin əməl. Sonra ikincisi, bu ayənin də qurban kəsməyin ibadət olmasına və Allahdan qeyrisinə kəsməyin yəni şirk olmasına dəlalət yönü Allah Subhanahu Taala'nın qurban kəsməyi əmr etməsidir. Qurban kəsməyi əmr etməsidir. Allah Teala deyir ki, vanhar. Əmrdir bu. Qurban kəs. Qurban kəs. Və bu da onu göstərir ki, bu əməl Allaha sevimlidir. Çünki Allah özünə hər hansı bir əməllə qulluğu əmr edirsə, deməli Allah Subhanahu Taala bunu sevir. Sevirsə deməli ibadətdir. Deməli əmr edir, sevir, deməli bu əməl ibadətdir və əgər ibadətdirsə, Allahdan başqasına sərf edilməsi də nədir? Şirkdir. Əgər ibadətdirsə, Allahdan başqasına sərf edilməsi şirkdir və Allaha sevimli deyil. Üçüncüsü, bu əməlin, yəni bu ayənin qurban kəsməyin yalnız Allahın haqqı olması və ibadət olmasına və Allahdan başqasına sərf etməyin şirk olmasına dəlil yönü, Allah Subhanahu taala bu əməli özünə aid edərək xüsusiləşdirdi. Necə? Dedi ki, li rabbik. Li rabbik kəlməsi. Rəbbin üçün. Fəsalli li rabbikə vanhar. Rəbbin üçün namaz qıl və qurban kəs. Yəni Rəbbin üçün, Rəbbinə. Fəsalli li rabbikə. Rəbbin üçün namaz qıl və vanhar, qurban kəs. Əgər Allahdan başqasına qurban kəsilməsi icazəli olmuş olsaydı, li rabbikə kəlməsinin heç bir mənası qalmazdı. Yəni Allahdan başqasına da namaz və yaxud qurban kəsmək icazəli olmuş olsaydı, Allah Teala burada xüsusiləşdirməsi li rabbikə, Rəbbin üçün, yəni yalnız Rəbbin üçün kəlməsinin nədir? Heç bir dəyəri və əhəmiyyəti qalmış olmazdı. Deməli, vacibdir ki, qurban yalnız Allah üçün kəsilsin və Allahdan qeyrisinə kəsilməsin ki, hətta bununla Allahın li rabbikə kəlməsi nədir? Doğrulanmış olsun. Li rabbikə kəlməsinə nədir? Əməl edilmiş olunsun. Necə ki, namaz və digər ibadətlər vacibdir ki, Allah üçün olsun. Namaz və digər əməllər vacibdir ki, Allah üçün olsun. Allahdan başqasına sərf edilməsin. Eləcə də qurban kəsmək vacibdir ki, Allah üçün olsun. Qurban kəsmək vacibdir ki, Allah üçün olsun. Allahdan qeyrisinə sərf edilməsin. Deməli, hələ bu iki ayədə götürdüyümüz, yəni Ənam surəsindəki və həmçinin Kövsər surəsindəki ayələr dəlildir ki, qurban kəsmək ibadətdir. Bunlar dəlildir ki, qurban kəsmək ibadətdir. İbadət olduğu zaman da nədir? Allahdan qeyrisinə yönəltmək şirkdir. Bir şey ibadətdirsə, Allahdan qeyrisinə yönəltmək nədir? Şirkdir. Və bu, əl-qaidətun muttarida deyilir buna. Yəni ki, istisnasız olan bir qaydadır. İstisnasız olaraq götürülən bir, yəni tətbiq olunan bir qaydadır. Nədir bu qayda? İbadət olması isbat olunan hər bir şeyin Allahdan başqasına yönəltməsi şirkdir. İbadət olması isbat olunan hər bir şeyin, hər bir əməlin Allahdan başqasına aid edilməsi şirkdir. Bu qayda hər zaman tətbiq olunan, istisnasız keçərli olan bir qaydadır. Yadınızda saxlayın bu qaydanı. İbadət olunması, isbat olunan hər bir şeyin Allahdan başqasına sərf edilməsi şirkdir. Yəni o şey ki, ibadətdirsə vəssalam. Bu dəlildir ki, Allahdan başqa sərf etmək nədir? Şirkdir. Məsələn, namaz qılmaq. Namaz qılmaq ibadətdir, yoxsa yox? Namaz qılmaq ibadətdir. Deməli, Allahdan başqasına namaz qılmaq vəssalam şirkdir. Yəni, səndən soruş olsa ki, Allahdan başqasına səcd etmək deyə şirkdir. Denən ki, sual verir. Hələ xas dəlillərdən əvvəl.
Namaz qılmaq ibadətdir yoxsa yox? Deyəcək ki, ibadətdir. Vəssalam. İstiqra olunmuş bir qaydadır. Quran və sünnə üzərində qurulmuş bir qaydadır ki, üzərində 2 nəfərin belə ixtilaf etmədiyi bir qaydadır ki, bir şey ibadət olaraq isbat olundusa, həmən əməlin başqasına sərf edilməsi nədir? Şirkdir. Həmən əməlin başqasına yönəlməsi şirkdir. Böyük bir şirk. Yəni, böyük şirkdir, böyük günahdır. Eləcə də, yəni ki, qurban kəsmək. Deməli, bu ikisi, yəni bu iki şey, ibadət və şirk bir-birinə zidd olan şeylərdir. Və abudullah və la tuşriku bihi şeyə. Rəbbinə ibadət et və ona şərik qoşma. İbadətdirsə vəssalam. Xalis Allahın haqqıdır. Yalnız Allaha sərf edilməlidir. Və abudullah, Allaha ibadət et. Niyə Allaha ibadət et? Çünki Allah buna layiqdir. Sonra üstəlik təkidlə əslində və abudullah kəlməsində şirkin nəfi də var. Çünki Allahın həmişə ibadət et Allaha deyəndə məqsədi tək Allaha ibadət etdi. Tək özünə ibadət et çağırır Allah təala. Lakin şirkin pisliyinə görə təkidlə təkrar Allah vurğulayaraq deyir ki: "Və la tuşriku bihi şey'a." Heç bir şeylə ona şərik qoşma. Yəni ibadətin heç bir növünü Allahdan başqasına əsla və əsla sərf etmə. İki bir-birinə zidd olan şeylərdir. Və abudullah, Allaha ibadət et, və la tuşriku bihi şey'a. Və ona heç bir şeyi şərik qoşma. Eləcə də qurban kəsmək ibadətdirsə, Allahdan başqasına sərf etmək, Allahdan başqasına kəsmək bu şirkdir. Deməli, əgər soruşulsan ki, Allahdan başqasına qurban kəsməyin şirk olmasına dəlil nədir? Cavab nədir? İsbat etdik ki, qurban kəsmək ibadətdir. Elə deyilmi? Qeyd etdiyimiz Ənam surəsindəki və Kövsər surəsindəki ayələr dəlildir ki, qurban kəsmək ibadətdir. Və əgər qurban kəsmək ibadətdirsə, deməli nədir? Allahdan başqasına kəsilməsi nədir? Şirkdir. Allahdan başqasına kəsilməsi şirkdir. Yaxşı deyilsə ki, nəyə görə şirkdir? Çünki ibadət sırf Allahın haqqıdır. Və Allah Teala deyəndə ki: "Və mə xalaqtul cinnə vəl insə illə liya'budun." Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratmışam. Bununla biz bildik ki, ibadət sırf Allahın haqqıdır. Allahdan başqasına yönəldilməsi nədir? Şirkdir, zülmdür. Allah Teala bizə deyəndə ki, mən yalnız məxluqatı mənə ibadət etmək üçün yaratmışam. Bildik ki, ibadət Allahın özəl haqqıdır. İbadət Allahın özəl haqqıdır. Yəni bu əməllərlə Allah xüsusiləşdirilməli, fərqlənməlidir. Yəni Allah nə ilə xüsusiləşdirir, nə ilə fərqlənir? Yalnız ibadəti ona etməyimizlə. Biz yalnız Allaha namaz qılanda, yalnız qurbanı Allaha kəsəndə, Allahı biz bu əməllə nədir? Bütün məxluqatdan fərqləndirmiş oluruq. Və deməli bu Allahın özəl haqqıdır. Və elə ki, Allahdan başqasına da aid ediləndə, Allahdan başqasına aid ediləndə bu özəllik itir. Və bu haqq pozulur. Biz dedik ki, tək Allaha ibadət etmək Allahın özəl haqqıdır. Yalnız Allaha dua etmək, yalnız Allaha qurban kəsmək, yalnız Allaha səcdə etmək Allahın özəl haqqıdır. Allahdan başqasına qurban kəsəndə, Allahdan başqasına dua edəndə, Allahdan başqasına səcdə edəndə həmən bu özəllik, Allah barəsində dediyimiz bu özəllik öz təsirini itirir. Allahın bu haqqı da pozulmuş olur. Allahın bu haqqı pozulur, Allahdan başqasına nisbət edilir. Bu da şirkdir. Deməli, bir əməlin şirk olmasını bilmək istəyirsənsə, bax gör həmin əməl, yəni həmin əməllə Allaha ibadət etmək, yəni həmin əməl ibadətdir yoxsa yox? Həmin əməl Allaha etmək ibadətdir yoxsa yox? Əgər ibadətdirsə, Allahdan başqasına sərf edilməsi də nədir? Şirkdir. Bu birinci yoldur. Şirkin bilinməyin. Yəni o bir əməl gör ibadətdirmi? İbadətdirsə vəssalam. Allahdan başqasına edilməsi şirkdir. İkinci yol, baxırsan ki, gör o barədə başqa dəlillər, xüsusi ayrıca bir dəlillər varmı? O əməlin şirk olması barədə. Və qurbanın Allahdan başqasına kəsilməsi barədə də ayrıca dəlillər də mövcuddur. Və müəllifin gətirdiyi üçüncü dəlil də budur. Deməli, bu fəslə aid müəllifin gətirdiyi üçüncü dəlil, həmçinin dördüncü dəlil də. Deməli, üçüncü dəlil İmam Müslimin rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "An Ali radiyallahu anhu qal", Əlidə rəvayət olunan hədisi deyir ki, "Həddəsəni Rasulullah sallallahu əleyhi və səlləm bi arba kəlimat." Allahın Rəsulu 4 kəlmə söylədi mənə və dedi: "La anallahu men zəbaha li qeyrillah." Allah
Allah'tan başqasına qurban kəsinə lənət etsin. Və la'anallahu men la'ana validey. Allah valideynlərinə lənət edənə lənət etsin. Və la'anallahu men əva muhdisən. Allah bidətçiyə, muhdis, yəni günahkar birisinə sığınacaq verənə lənət etsin. Və la'anallahu men ghayra manaral ard. Və Allah yerin, torpağın nişanələrini, hədlərini dəyişənə lənət etsin. Deməli, bu hədisin, bu fəslə dəlalət yönü Peyğəmbər sallallahu əleyhi və səlləm la'anallahu men zəbəhə li ghayrillah kəlməsindədir. Allah Allahdan başqasına qurban kəsinə lənət etsin. Allah Allahdan başqasına qurban kəsinə lənət etsin. Lənət Allah tərəfindən haram edilmiş, böyük günah olduğuna görə, yəni haram edilmiş, böyük günah olduğuna görə qəti şəkildə qadağan olunmuş bir əmələ görə edilir. O şey ki, qəti şəkildə Allah tərəfindən qadağan olunub və haram edilib, lənət nədir? O şeylərə görə, o əməllərə görə edilir. Deməli, bu əməlin, bir əməlin böyük günah olduğunun bilinməsinin yollarından da biri, bax gör, ora lənət gəlibdir. O əmələ lənət gəlibsə, deməli, o böyük günahdır o əməl. Allahdan başqasına qurban kəsmək də ən böyük günahlar qismindədir. Ən böyük günahlar qismindədir. Həmin bu böyük günahın rütbəsi də şirkdir. Çünki günahların, yəni rütbələri var. Var böyük günah, yəni ümumilikdə günah var. Yəni var böyük günah rütbəsində olan günah, var günah rütbəsində olan günah, var kiçik günah rütbəsində olan günah, bir də var şirk rütbəsində olan günah. Şirk rütbəsində olan günah. Yəni ümumən şəriətdə böyük günah əl-kəbira şiddətli şəkildə qadağan olunmuş bütün əməlləri şamil edir. Yəni şiddətli şəkildə qadağan olunmuş bütün əməllərə böyük günahlar deyilir. Böyük günah deyilir. Yəni bu əməl şirk də ola bilər, şirkdən aşağıda ola bilər. Şirk də ola bilər, şirkdən aşağıda ola bilər. Lakin hamısına böyük günah deyilir. Hamısına böyük günah deyilir. Yəni Allahdan başqasına qurban kəsmək də şirk növündən olan böyük günahdır. Aydındırmı? Allahdan başqasına qurban kəsmək şirk növündən olan böyük günahdır. Deməli, Allahın Rəsulu sallallahu əleyhi və səlləm bu hədisdə lənətlə hədələnmiş 4 böyük şiddətli günahdan xəbər verir. Lənət də nədir? Allahın rəhmətindən qovulmaq və uzaqlaşdırılmaq deməkdir. Allahın rəhmətindən qovulmaq və uzaqlaşdırılmaq. Və bu dəlildir ki, bu günahlar böyük və həlak edici günahlardandır. Bu dəlildir ki, bu günahlar Peyğəmbər qeyd etdiyi bu dördü böyük və həlak edici günahlardandır və bir əməldə böyük günah deyilməsi də həmin əməlin şirk olması vəsfindən çıxartmır. Həmin əməlin nədir? Şirk olması vəsfindən çıxartmır. Məsələn, İmam Buxarinin rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Əkbərul kəbair əş-şirku əl-işraku billah." Deyir, günahların ən böyüyü, fikir verin, günahların ən böyüyü. Deyir ki, Allah'a şərik qoşmaqdır. Sonra deyir ki, qatlun nəfs, adam öldürməkdir və uququl valideyn, valideynlərin üzünə ağ olmaqdır və qavluz zur, əv qalə şəhadətuz zur və yaxud yalan söz və yaxud yalan şahidlik. Deməli, əvvəla dedi ən böyük günahlar, sonra başda şirki saydı. Sonra digər asiliklər olan günahları qeyd etdi. Eləcə də bu götürdüyümüz hədisdə Peyğəmbər sallallahu deməli lənətə gəlmiş böyük günahlar içində nədir? Allahdan başqasına qurban kəsməyi də qeyd eləyir. Deyir ki, "La'anallahu men zəbəhə li ghayrillah." Allahdan başqasına qurban kəsənə Allah lənət etsin. Yəni görün, rəhmət peyğəmbəri lənət oxuyur. Deyir ki, Allahdan başqasına qurban kəsənə Allah lənət etsin. Niyə? Çünki həqiqətən lənətə layiqdir. Lənətə layiqdir. Bir insan Allahın haqqını götürüb başqasına yönəldəndə lənət olma. Həm həmin əməl şirk olduğuna görə, Allaha ortaq qoşulduğuna görə lənətə layiqdir. Həmçinin sahibi çünki Allaha layiqicə uca tutmadı, təzim etmədi. Allahın haqqı olan əməli Allahdan başqasına yönəltdi, Allahdan başqasına sərf etdi.
Allah qarşısında qul olmaq əvəzinə qulluğunu başqasına sərf etdi, apardı hardasa qəbirlərdə, pirlərdə, uzaqlarda, məxluqata qurban kəsdi. Deməli, lənətə layiqdir. Lə'anallahu mən zəbəhə li qeyrillah. Allahdan başqasına qurban kəsənə Allah lənət etsin. Eləcə də bura daxildir. Allahdan başqasına dua edənə Allah lənət etsin. Allahdan başqasına namaz qılana Allah lənət etsin. Allahdan başqasına nəzir edənə Allah lənət etsin. Allahdan başqasına sığınana Allah lənət etsin. Allahdan başqasına qul olana Allah lənət etsin. Yəni, şamildir. Allaha şərik qoşan bütün hamısına şamildir bu lənət. Və çünki niyə hamısı, bunların hamısı dediyimiz kimi şirkdir. Hədisdə gələn digər günahlar isə, yəni valideynlərə lənət edənə Allah lənət etsin deməsi Peyğəmbər sallallahu əleyhi və səlləm. Bu ya birbaşa valideynə lənət edənə aiddir. Birbaşa valideynin üzünə lənət oxuyur məsələ. Bunu da yəni ağlında, ruhunda xəstə olanlardan başqası etməz. Ki valideynin üzünə birbaşa lənət oxusun. Buna aiddir bu birbaşa kim belə etsə və yaxud kim başqasının valideyninə söysə, lənət oxusa, o da qalxıb o valideyninə lənət oxusa, o adama lənət gəlib. O adam lənətlənib. Təsəvvür et. Çünki səbəbkar sənsən. Sən götürürsən başqasının valideyninə lənət oxuyursan, o da qalxır sən valideyninə lənət oxuyur. Bu hədisdə sənə lənət gəlib. Valideynin haqqı böyükdür. Allah Teala öz haqqından sonra gətirir. Və abudullah və la tuşriku bihi şey'ən və bil valideyni ihsana. Allaha ibadət edin, ona heç bir şey şərik qoşmayın və valideynə yaxşılıq edin. Və qada rabbuka alla ta'budu illa iyya və bil valideyni ihsana. Rəbbiniz yalnız ona ibadət etmək, ona şərik qoşmamağı əmr etdi, valideynlərə yaxşılıq etməyi əmr etdi. Ay nə qədər ayələrdə Allah Teala valideynə yaxşı söz söyləməyi əmr edir. Fələ təqul ləhumə uffin və lə tənhərhumə və qul ləhumə qavlən kərimə. Onlara uff demə. Onların üstünə qışqırma. Və onlara gözəl söz söylə. Əksinə bu adam qalxır, lənət oxuyur valideyninə və yaxud lənət oxuzdurur valideyninə. Belə birisi şək yoxdur ki, lənətə layiqdir. Və sonra Peyğəmbər sallallahu əleyhi və səlləm üçüncü deməsi ki, lənəllahu mən əvvə muhdisən. Muhdisə sığınacaq verən, himayə edən, o da lənətə gəlib. Muhdis, yəni burada həm bidət və bidətini yayanlara aiddir. Eyni zamanda əsasən burada qəsd olunan Allahın, məsələ, kim ki hədd hüdudlarını pozub və cəzaya layiqdir, məsələ, daşqalaq olunmalıdır bu adam və yaxud əli kəsilməlidir şəriətlə və yaxud sürgün olunmalıdır və yaxud qamçılanmalıdır və s. Allahın həddi üzərində qaim olmalıdır. Şəri hökm tətbiq olunmalıdır bu adama. Etdiyi işə görə, əmələ görə gəlir kimsə buna sığınacaq verir, bunu qoruyur, mane olur ki, Allahın şəriətinin əhkamları o insanın üzərində tətbiq olunsun. Və belə birisinə lənət gəlib. Belə birisinə lənət gəlib. Və dördüncüsü də Lə'anallahu mən ghayyara mənaral ard, yerin nişanələrini, yəni əgər nişanələr qoyulubsa yerdə, yəni məsələn əlamət qoyulub, sənin torpağını qonşunun torpağından ayır edən bir əlamət qoyulub. Yəni nəsə xətt ola bilər, daş ola bilər və s. Gəlirsən, o nişanəni dəyişirsən. Nədir? Özünə daha çox yer aid etmək üçün. Və yaxud alqı-satqıda da ola bilər, indiki zamanda məsələn vərəqdə, kağızda da ola bilər. Ya satanda az vermək məqsədi ilə, ya alanda çox almaq məqsədi ilə, haqsız olaraq başqasının yerini mənimsəmək məqsədi ilə yerin, yəni əlamətlərini dəyişənə lənət gəlib. Lənət gəlib. Və əsasən buna aiddir. Bəzi erməhli deyir ki, eyni zamanda bu məsələ yolda nişanələr varsa, müsafirə məsələ bir nişanə göstərilib. Bu yol məsələ filan yerə gedir. Gəlib o nişanəni dəyişdirmək, müsafirlərin yolunu azdırmaq da bu lənətə daxildir. Bu lənətə daxildir. Və yenə burada belə bir sual olunsa ki, məsələ Allahdan başqasına qurban kəsməyin böyük günahlarla, yəni burada qeyd etdiyimizlər hamısı böyük günahlardır. Allahdan başqasına qurban kəsməkdən başqa bu üçü böyük günahlardır. Yəni əgər etiraz olunsa ki, yəni bunun da Allahdan başqasına qurban kəsməkdə, yəni
şirk olmayan günahlardan olduğunu iddia etsə, desə ki, yəni bu dəlil deyilmi ki, Allahdan başqasına qurban kəsmək də şirk deyil, çünki böyük günahlarla bərabər gəlib. Cavab odur ki, yəni qadağan olunmuş əməllər, yəni qadağan olunmuş əməllərin ortaq bir xüsusiyyətdə birləşməsi o əməllərin hökm baxımından da yəni eyni səviyyədə olmasını göstərmir. Ortaq xüsusiyyətdə birləşmələri, burada ortaq xüsusiyyət nədir? Hamısına lənət gəlib. Düzdürmü? Ortaq xüsusiyyət bütün bu 4 əməli edilənə, Allahdan başqasına qurban kəsənə də, valideynlərinə lənət oxuyana da, bidətçiyə sığınacaq himayə edən də və yerin nişanələrini dəyişən də hamısına lənət gəlib. Lənətdə bu günahlar birləşdimi? Ortaq xüsusiyyət lənətdə birləşməsidir. Amma bu hökmdə də bərabər olmasını zəruri etmir. O demək deyil ki, hökmdə də bunlar eynidir. Yox, şirk olaraq qalır. Böyük günah olaraq nədir? Böyük günah olaraq qalır. Məsələn, səhih hədisdə gəlib Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "İctənibu əs-səb'al mubiqat." Deyir ki, 7 həlak edici, 7 yəni həlaka sürükləyən günahlardan uzaq durun. Sonra başlayır bir-bir saymaq, soruşulanda ki, nədir onlar ey Allahın Rəsulu? Deyir ki, "Əş-şirku billah." Birinci şirk deyir, fikir verin indi. Sonra deyir ki, "Və-sihru." Sonra sehr. Və qatlun nəfs əlləti harramallahu illə bil-haqq. Allahın haram etdiyi nəfs. Yəni öldürməsini haram etdiyi nəfs. Və aklu malul yetim. Yetimin malını yemək. Və aklu riba, faiz yemək. Və təvəli yevməz-zəf. Döyüşdən qaçmaq. Və qazful muhsanatul gafilatil mu'minat. Və möminat qadınlara, yəni zinada ləkələmək. Fikir versiz, deməli, şirki Allah Subhanahu taala böyük günahlarla nədir? Yanaşı cəhdi və hamısı bir xüsusiyyətdə birləşiblər. O da nədir? Mubiqat olmasında, həlaka sürükləyici olmasında, həlak edici olmasında hamısı bu xüsusiyyətdə nədir? Birləşiblər. Elə deyilmi? Hamısı həlak edicidir. Lakin nədir? Bu demək deyil ki, bunlar hamısı bütün xüsusiyyətlərdə də bərabərdir. Bir xüsusiyyətdə cəm edilməsi, yəni bütün xüsusiyyətlərdə də bərabər olması anlamına gəlmir və bunları bir-birindən fərqləndirən ayrıca başqa cəhətlər də var. Şirk Allaha ortaq qoşmaqdır Allahın haqqında, o bir günahlar isə günahlardır. Və növbəti 4-cü dəlil qalsın gələn dərsə bu qədər yetər. Düzünü Allah bilir. Və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və ashabihi əcmain.